Salam, hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz sizinlə məntiqi təfəkkürlə bağlı olacaq. Məntiqi təfəkkürə keçməmişdən öncə, gəlin ilk öncə hafizə anlayışı ilə tanış olaq. Görək hafizə ilə təfəkkürün bir-birinə fərqi nədir? Baxın, mən burada lövhə yaradım, onu sizin nümunələr üzərində göstərək. Ümumiyyətlə, hafizə prosesi nədir? Hafizə sadəcə olaraq hər hansı bir məlumatı xatırlamaq, hər hansı bir məlumatı, hər hansı bir faktı yada salmaqdan ibarətdir. Yəni burada hələ biz təfəkkürün çalışdığını, təfəkkürün işə düşdüyünü deyə bilmərik. Sadəcə bizim hafizəmiz, yəni hafizəmiz yaddaşımızı yada salaraq hər hansı bir məlumatları xatırlaya bilərik. Məsələn, deyirəm ki, Azərbaycanın paytaxtı hansı şəhərdir? Baxın, Azərbaycanın paytaxtı hansı şəhərdir? Biz burada, yəni hər hansı bir təfəkkürümüz işə düşmür. Nə məntiqi təfəkkürümüz, nə tənqidi, nə yaradıcı təfəkkürümüz işə düşmür. Sadəcə bizim burada hafizəmizin çalışması kifayət eləyir ki, biz bilək ki, Azərbaycanın paytaxtı hansı şəhərdir, onu xatırlayaq. Və yaxud da 2-ci Dünya müharibəsi neçənci ildə başlayıb? Yəni bu suala da biz cavab tapmaq üçün hər hansı bir təfəkkürün çalışmasına ehtiyac yoxdur. Sadəcə olaraq xatırlamağımız, düşünməyimiz, yəni yada salmağımız kifayət edəcəkdir. Bəs təfəkkür nə zaman formalaşır? Təfəkkür nə zaman işə düşür? Gəlin bunlara bir neçə nümunə üzərində baxaq. Məsələn, mən sual verdim ki, Azərbaycanın paytaxtı hansı şəhərdir? Sadəcə burada bir daha deyirəm ki, şagird yadına salıb deyə bilər ki, Bakı şəhəri. Yəni burada sadəcə hafizə işə düşəcəkdir. Amma uşaqlara sual versəm, uşaqlar, Azərbaycanın paytaxtı nə üçün Bakı şəhəridir? Nə üçün? Artıq şagirdlər səbəblər axtardıqda, və yaxud da səbəblərdən nəticələrə doğru getdikdə, artıq onlarda təfəkkür prosesi formalaşacaqdır. Deməli, şagirdlərdə, ümumiyyətlə uşaqlarda təfəkkür nə zaman formalaşır? Onlar səbəb-nəticə əlaqələrini araşdıran zaman. Biz yəqin ki, əsasən belə deyək də 6-7 yaşa qədər olan uşaqlar daha çox həmişə öyrənmək üçün sual verir. Düzdür, ondan yuxarı yaşda təbii ki, uşaqlar ola bilər. Xüsusən bu ilkin əməli mərhələdə uşaqlar daha çox, yəni nəyisə axtarır, araşdırır. Həmişə bizə çoxlu suallar verilir ki, nəsə bizdən öyrənsinlər. Əslində bu proses uşaqlarda artıq təfəkkürün inkişafını, xüsusən də məntiqi təfəkkürün formalaşmasını göstərir. Məsələn, uşaq bizə soruşur ki, bu hadisə nə üçün belə oldu? Bunun səbəbi nədir? Nə bilim, tutaq ki, biz avtomobillə uzaq məsafələrə gedirik. Yəni uzaq məsafələrə getmək üçün nə üçün avtomobildən istifadə edirik və s. Yəni artıq bu tipli nə üçün, baxın, səbəblər axtardıqda artıq uşaqlarda təfəkkür işə düşür. Xüsusən də şagirdlərdə, uşaqlarda ilk öncə məntiqi təfəkkürün əsası qoyulur. Artıq məntiqi təfəkkür formalaşdıqdan sonra digər təfəkkürlərdə yavaş-yavaş formalaşmağa başlayır. Və biz təfəkkürün 3 növünü müəyyən edə bilərik. Birincisi məntiqi, ikinci tənqidi, üçüncüsü yaradıcı. Yəni gördüyümüz kimi təfəkkürün 3 növü olacaq. Məntiqi təfəkkür, tənqidi təfəkkür, yaradıcı təfəkkür. Qeyd etdiyim kimi uşaqlarda məntiqi təfəkkür ilk öncə formalaşan zaman əsasən səbəb-nəticə əlaqələrin müəyyənləşdirdikdə və yaxud da 2 və daha artıq hadisə arasında ümumiləşmələr apardıqda, onları müqayisə etdikdə, onlara nümunə göstərə bildikdə, oxşar və fərqli cəhətləri üzə çıxardıqda, öyrəndiklərini tətbiq edən zaman artıq uşaqlarda, şagirdlərdə məntiqi təfəkkür formalaşır. Məsələn, dedik ki, Azərbaycan paytaxtı Bakı şəhəridir. Türkiyənin paytaxtı şagird bilir ki, Ankara şəhəridir. Artıq şagirdlərə desəm ki, Ankara və Bakı şəhərini müqayisə et. Onların oxşar cəhətləri nədir? Fərqli cəhətləri nədir? Və yaxud da
şagird hər hansı bir qayda deyirəm ki, bu qaydaya nümunələr gətir. Yəni öz sözlərindən necə ifadə edə bilərsən, artıq bu zaman məntiqi təfəkkürün əsası qoyulur. Deməli, bəs məntiqi təfəkkürdə biz hansı anlayışlarla tanış ola bilərik? Biz məntiqi təfəkkürdən danışarsaq, məntiqi təfəkkürdə induksiya, deduksiya, verbal düşüncə, qeyri-verbal düşüncə, ardıcıl düşüncə, sistemli düşüncə kimi anlayışlarla tanış ola bilərik və bununla yanaşı məntiq xətaları anlayışlarla tanış olacağıq. İndi gəlin ilk öncə sizinlə tanış olaq deduksiya. Görək deduksiya nədir? Yadda saxlayaq ki, deduksiya ümumidən xüsusiyə prinsipidir. Baxın, ümumidən xüsusiyə. Yəni ki, ümumi anlayışlardan xüsusi nəticələrə doğru gediriksə, bu deduksiyadır. Və yaxud da səbəblərdən nəticələrə doğru getmək deduksiyadır. Biz bunlara nə nümunələr göstərə bilərik? Məsələn, baxın, bir riyaziyyatdan ümumi bir qayda deyirəm ki, bax, riyaziyyatdan belə bir qayda var ki, məsələn, toplananların yerini dəyişsək, toplananların yerini dəyişsək, cəm dəyişməz. Bax, yəni riyaziyyatdan belə bir qayda var ki, yəni bu ümumi bir qaydadır. Toplananların yerini dəyişdirsək biz, cəm dəyişməz. Baxın, bu ilk öncə bir qayda söyləyirəm. Bax, bizim oldu bu ümumi bir qaydamız. Bu oldu bizim ümumi bir qaydamız. Sonra isə nümunə göstərirəm. Məsələn, 6 üstəgələk 7 bərabərdir 7 üstəgəlinsin 6. Baxın, gördüyümüz kimi mən birinci ümumi bir qaydanı dedim. Sonra isə xüsusi bir nümunələr göstərdim. Yəni, nə etdim? Ümumidən xüsusiyə doğru gəldim. Artıq bu nə olacaq? Təbii ki, bu olacaq deduksiya. Və yaxud da digər fənlərdən nümunə göstərək. Coğrafiyadan nümunə göstərirəm. Deyirəm ki, iki materik tipli tavanın toqquşmasından qırışıq dağlar əmələ gəlir. Bu coğrafiyada ümumi bir qaydadır ki, iki materik tipli litosfer tavası toqquşsa, bu zaman qırışıq dağlar əmələ gələcək. Nümunə göstərirəm. Məsələn, Alp dağları və yaxud da Himalay dağları da materik tipli tavaların toqquşmasından yarandığı üçün bunlar da qırışıq yəni dağlar adlanır. Gördüyümüz kimi, yəni deduksiya biz ilk öncə hər hansı bir qaydanı söyləyəcəyik, daha sonra isə qaydadan nümunələrə doğru gedəcəksə, biz buna deyəcəyik deduksiya. Baxın, deduksiya bu oldu. Deduksiya ümumi qaydalardan xüsusi nümunələrə doğru və yaxud da səbəblərdən nəticələrə doğru gediriksə, biz buna deyəcəyik deduksiya. Bəs gəlin görək, induksiya nədir? İndi isə keçək induksiya haqqında məlumat verək. Induksiya. Yadda saxlayaq ki, induksiya artıq deduksiyanın demək olar ki, əksidir. Yəni, biz burada xüsusidən ümumiyə doğru gedəcəyik. Və yaxud da artıq nəticə var, biz nəticədən səbəblərə doğru gedəcəyik. Nəticədən səbəbə doğru gedəcəksə, biz bunu adlandıracağıq induksiya. Məsələn, gəlin bayaq dediyimiz nümunəni indi induksiya üzərində tətbiq edək. Bayaq bir qayda demişdim ki, toplananların yerini dəyişdikdə cəm dəyişməz. Amma indi qayda demirəm. İlk öncə nümunəni yazıram. Nümunə. 6 üstəgəl 7 bərabərdir 7 üstəgəl 6. Baxın, bizim əlimizdə bir nümunəmiz var. İndi deyirəm ki, uşaqlar, gəlin bu nümunəyə baxaq və biz özümüzdən bir qayda müəyyənləşdirək ki, yəni bu hansı qaydaya əsaslanır? Şagird nümunəyə baxır ki, 6 üstəgəl 7 bərabərdir 7 üstəgəl 6. Və özündən qayda müəyyənləşdirir ki, deməli, toplananların yerini dəyişsək, cəm dəyişməz.
Gördünüzmü müəllimlər? Yəni induksiya deduksiyanın tam əks prosesidir. Əgər biz deduksiyada xüsusi, yəni daha doğrusu ümumi qaydalar deyirdik, ondan sonra xüsusi nümunələrə doğru gedirdiksə, amma induksiyada əksidir. Xüsusi nümunələrdən ümumi qaydalara və yaxud da nəticələrdən səbəblərə doğru gedəcəyik. Gəlin digər bir fənlərdə nümunə göstərək. Tutaq ki, yenə də coğrafiya fənninə müraciət edirəm. Almaniya, tutaq ki, bir nümunə deyirəm ki, tutaq ki, Almaniyanın nümunə göstərirəm. Deyirəm ki, Almaniya həyat səviyyəsinə görə seçilən ölkələrdəndir. Yəni Almaniyada həyat səviyyəsi yüksəkdir. Yəni ümumi bir belə deyək, xüsusi bir nümunə göstərirəm Almaniyanı. Almaniyanın nümunə göstərdim ki, Almaniyada həyat səviyyəsi yüksəkdir. Sonra isə qeyd edirəm ki, Almaniya inkişaf etmiş ölkədir və ondan ümumi bir qaydaya gedirəm ki, qayda. Deməli, bütün inkişaf etmiş ölkələrdə həyat səviyyəsi yüksəkdir. Həyat səviyyəsi yüksəkdir. Baxın, artıq mən birinci qaydanı demədim. Birinci Almaniyanın nümunə kimi göstərdim ki, Almaniyada həyat səviyyəsi yüksəkdir və Almaniya sonra özümdən bir qayda çıxarıram ki, deməli, əgər Almaniyada həyat səviyyəsi yüksəkdirsə, demək bütün inkişaf etmiş ölkələrdə həyat səviyyəsi yüksəkdir. Artıq gördüyümüz kimi mən ikincidə müəyyən bir qaydadan, daha doğrusu müəyyən bir xüsusi nümunədən ümumi bir qaydaya doğru getdimsə, deməli bu olacaq induksiya. Məntiqi təfəkkürdən danışanda biz digər bir məsələ haqqında danışa bilərik ki, bu da analogiyadır. Analogiya. Bəs gəlin görək analogiya nədir? Analogiya artıq iki şey arasında, iki anlayış arasında uyğunluğun, oxşarlığın müəyyən edilməsidir. Şagirdlər hər hansı iki anlayış arasında oxşarlıqları üzə çıxarılırsa, deməli bunlar artıq analogiyadır. Məsələn, uşaqlara sual verirəm. Uşaqlar, 1-ci Dünya müharibəsi ilə 2-ci Dünya müharibəsinin hansı oxşar xüsusiyyətləri var idi? Hansı oxşar strategiyaları var idi? Artıq şagird bu iki müharibə arasında hansı oxşarlıqlar var idi? Bunları üzə çıxara bilirsə, bu analogiyadır. Və yaxud da hər hansı iki ölkə arasında şagird oxşarlıqları üzə çıxardır. Demək, analogiya həyata keçirir. Demək, analogiya iki anlayış arasında oxşarlıqların üzə çıxarılmasıdır. Həm də analogiya yaradıcı təfəkküründə əsasını qoyur. Məsələn, baxın, baxılıb quşa, quşda olan oxşarlıqlar müəyyənləşdirilib və onun əsasında təyyarə yaranıb. Yəni, iki anlayış arasında oxşarlıq müəyyənləşdirilir və yeni bir məhsul ortaya çıxır. Artıq belə biz başa düşə bilərik ki, analogiya məntiqi təfəkkürdə əsası qoyulsa da, analogiya artıq yaradıcı təfəkkürdə də özünü göstərir və yaradıcı düşüncələrin formalaşmasında analogiyanın çox böyük rolu var. Və yaxud da yarasa və radar sistemi, yarasa və radar. Yəni, yarasada olan xüsusiyyətləri müəyyənləşdirilib, onlar belə deyək, onun üzərində olan oxşarlıqları tətbiq edərək bir qurğu yaradıblar ki, bu radar sistemidir. Artıq gördüyümüz kimi, burada hər hansı bir heyvan üzərində olan oxşarlığı hər hansı bir texnikaya tətbiq ediblər və yeni bir texnika, yeni bir texnologiyanın əsasını qoyublar. Və gördüyümüz kimi, analogiya iki anlayış arasında oxşarlıqların müəyyən edilməsidir və qeyd etdiyim kimi, analogiya artıq gələcəkdə yaradıcı təfəkkürün də əsasını qoyacaqdır. Biz analogiyadan başqa məntiqi təfəkkürdə ardıcıl düşünmə anlayışından tanış ola bilərik. Baxın, gəlin görək ardıcıl düşünməyə necə tərif verir. Deyir, addım-addım mərhələli düşünməni özündə əks etdirir. Hər hansı hadisənin necə davam etməsini, səbəb-nəticə əlaqələrinin tapılmasını, şərt və əsaslandırmanı özündə əks etdirir. Gəlin ardıcıl düşünməyə həyatımızdan adi bir nümunə göstərək. Məsələn, mən bu gün yuxudan, sabah üçün plan qururam ki, yuxudan duracam, nahar edəcəm, yəni yeməyimi yeyəcəm. Daha sonra işə gedəcəm, işə gələndən sonra tutaq ki, şəhərə gəzməyə gedəcəm.
Görürsüz, mən burada bütün işlərimin ardıcıllığını qurdum ki, yəni ki, hansı işi hansı ardıcıllıqla həyata keçirəcəm. Baxın, bu ardıcıl düşüncədir. Məsələn, deyək, mən şagirdə hər hansı bir məsələ vermişəm həll etməyə. Şagird məsələni həll etmək üçün bilir ki, mən ilk öncə nə bilim düsturu müəyyənləşdirməliyəm. Ondan sonra düsturları ardıcıllıqla tətbiq etməliyəm və məsələmin gəlib məsələdən bir nəticə əldə etməliyəm. Baxın, bu olacaq ardıcıl düşünmə. Məsələn, biz prosedural bilikdə ardıcıl düşünmədən daha geniş istifadə edirik. Məsələn, şagird hər hansı bir prosesi həyata keçirəndə mütləq ardıcıllıqları qurur, alqoritmləri qurur. Hansı prosesin ardıcıca gələcək, onu müəyyənləşdirir. Baxın, bu olacaq ardıcıl düşüncə. Bir sözlə, ardıcıl düşüncə dedikdə bizim həyata keçirəcəyimiz prosesləri hansı ardıcıllıqla, hansı alqoritmlər əsasında həyata keçirəcəyimiz ardıcıl düşünməyə nümunə ola bilər. Daha sonra gəlir verbal düşüncə. Verbal düşüncə, yəni öz fikirlərini dilə gətirmək bacarığıdır. Məsələn, mən hər hansı bir fikrim var, həmin o fikrimi yəni dilə gətirərək sözlü şəkildə əgər söyləyirəmsə, təbii ki, bu olacaqdır verbal düşüncə. Qeyri-verbal düşüncə isə hər hansı bir informasiyanı emal edərkən, problemi həll edərkən artıq sözlü şəkildə yox, vizual görüntü, mühakimə şəklində əsaslandırma bacarığıdır. Məsələn, bax, gəlin nə nümunə göstərə bilərik. Hər hansı bir rəssamlar şəkil çəkirlər və bu şəkildə bir ideya ola bilər. Onlar bizə hər hansı fikirləri çatdırmaq istəyirlər. Görürsüz, onlar o fikirləri bizə verbal şəkildə çatdırmadılar. Yəni sözlü şəkildə çatdırmadılar. Verbal yox, yəni qeyri-verbal formada, vizual görüntüdən istifadə etdi və yaxud da bizə həmin o çatdırmaq istədiyi informasiyanı bizə çatdırdı. Yaxud da biz fikrimizi çatdırmaq üçün hər hansı bir jestlərdən, mimikalardan istifadə edirik və onun sayəsində öz fikirlərimizi çatdırırıqsa, bir sözlə, belə deyək, sözlü şəkildə yox, vizual şəkildə öz fikirlərimizi çatdırıb, düşüncələrimizi ifadə edə biliriksə, bu olacaq qeyri-verbal düşünmə. Növbəti düşünmə tərzi gəlir sistemli düşünmə. Sistemli düşünmə deyir ki, bizi əhatə edən anlayışları, konsepsiyaları, ideyaları təhlil etmək, hissələrə ayırmaq, düzgün bölüşmək, daha da yaxşılaşdırmaq bacarığıdır. Ümumiyyətlə, sistemli düşüncə nədir? Sistemli düşüncə əhatə olunan bütün komponentlər arasında əlaqənin mövcudluğudur. Yəni, sistemdə hər hansı bir proses pozulduqda həmin o sistem demək olar ki, tamamilə belə deyək də məhv olur. Yəni o düşüncə formalaşmır. Bax, sistemli düşüncə budur. Məsələn, buna aid biz nə nümunə göstərə bilərik? Coğrafi təbəqə. Biz bilirik ki, coğrafi təbəqə bütövdür, tamdır. Əgər coğrafi təbəqədə hər hansı bir komponent dəyişikliyə məruz qalarsa, yəni mütləq digər sistemə, bütün həmin əhatə olunan bütün sistemə öz təsirini göstərəcək. Məsələn, hidrosfer, tutaq ki, suyun çirklənməsi. Su neftlə çirklənir və nəticədə nə baş verəcək? Orada olan canlılar da zəhərlənəcək. Orada olan, yəni biosfer, canlı təbəqədə öz təsirini göstərəcək. Və yaxud da atmosferin çirklənməsi. Atmosfer çirklənən zaman həm hava çirklənəcək, həm orada olan yəni heyvanlar, bitkilərin, hətta insanların belə deyək də, yəni yaşayış tərzinə öz təsirini göstərəcək, ozon təbəqəsinin deşilməsinə və s. təsir göstərəcək ki, bu da gələcəkdə bütün sistemdə dəyişikliklərin baş verməsinə səbəb olacaqdır. Və yaxud da qlobal istiləşmə. Tutaq ki, qlobal istiləşmə baş verdikdə artıq yer kürəsinin bütün landşaftı tamamilə dəyişikliyə məruz qala bilər. Hətta bu insanların həyat tərzinə də təsir göstərə bilər. Nə bilim, heyvanların, bitkilərin hər hansı bir növlərinin tamamilə məhv olmasına və yaxud da arealının tamamilə kiçilməsinə səbəb ola bilər. Yəni gördüyümüz kimi sistemli düşüncə artıq burada bütün sistemin bir-biri ilə əlaqəli olmasından, yəni bizim düşüncələrimizin bir-biri ilə əlaqəli olmasından hər hansı bir komponent dəyişdikdə mütləq digərlərinə də təsirin göstərəcəkdir. Bu isə olacaqdır sistemli düşüncə. Biz təbii ki, məntiqi şəkildə mühakimələr yürüdən zaman bəzən düzgün məntiqi mühakimələr yürüdə bilmirik və yanlışlıqlara yol veririk ki, bunlar adlanır məntiq xətaları. Məntiq xətasının bir neçə növü var. Bunlardan biri həddən artıq ümumiləşdirmədir. Həddən artıq ümumiləşdirmə odur ki, biz bir-iki nümunəni bütün qrupa aid etmək düşüncəsidir. Məsələn, buna aid biz nə nümunələr göstərə bilərik?
Tutaq ki, gəlin belə düşünək. Mən hər hansı bir rayona gedirəm və həmin rayonda belə deyək, mənə qarşı o qədər də insanlar isti münasibət göstərmir. Yəni bir neçə nəfər mənə qarşı isti münasibət göstərmir. Yəni qonaqpərvərlik nümayiş etdirmir və mən o rayon haqqında ümumi mühakimə səsləndirirəm ki, məsələn, filan rayon insanları qonaqpərvər deyil, istiqanlı deyil. Artıq gördüyünüz kimi mənim burada mühakiməm tamamilə yanlışdır. Yəni mən 1-2 nümunəni bütün rayona, bütün qrupa aid etdim. Artıq mən buradan həddən artıq ümumiləşdirmə məntiq xətasından yol verdim. Yaxud da mən bu il yeni bir sinifə dərs deyəcəm. Həmin sinifə girəndə görürəm ki, bir neçə şagird belə deyək, davranış pozuntuları var və mən gəlib deyirəm ki, məsələn, 6 A sinifinin şagirdləri belə deyək, düzgün davranış nümayiş etdirmir. Artıq mən 1-2 nümunəni bütün qrupa aid etdim. Artıq mən burada həddən artıq ümumiləşdirmə məntiq xətasına yol verdim. Hətta bu müsbət mənada da ola bilər. Necə? Məsələn, mən rayonda tutaq ki, yaşayıram, gəlirəm Bakıya və Bakıda hər hansı bir taksiyə minirəm. Taksi məni vaxtında aparıb ünvanıma çatdırır və məndə belə bir mühakimə yaranır ki, belə bir düşüncə yaranır ki, deməli Bakıda bütün taksilər insanları vaxtında öz ünvanlarına çatdırırlar. Gördünüz, yəni bu da yanlış mühakimədir. Əslində bütün taksilər vaxtında insanları ünvana çatdırmır. Yəni çatdıra bilməyənlər də olur. Ona görə mən artıq 1-2 nümunəni bütün qrupa aid etdimsə, deməli burada həddən artıq ümumiləşdirmə məntiq xətasına yol verdim. Məsələn, burada da nümunə var. Hər hansı bir tutaq ki, qız şagird görür ki, Toğrul və Sabir məktəbdə digər şagirdlərə hədə-qorxu gəlir, onları itələyir, əşyalarını götürür. Və səhv mühakiməsi bunun nədir? Onlar hər ikisi oğlandır. Yəqin oğlan olduqları üçün belədirlər. Ona görə də gərək oğlanlardan uzaq durun. Gördüyümüz kimi bu olacaq yanlış mühakimə. Amma əsaslı mühakimə isə belə olardı ki, Toğrul və Sabir məktəbdə digər şagirdlərə hədə-qorxu gəlir. Mən Toğrul və Sabirdən uzaq durmalıyam. Yəni bütün oğlanlardan yox, Toğrul və Sabirdən uzaq durmalıyam. Artıq bunun düzgün mühakiməsi ola bilər. İkinci məntiq xətası özünü bənzətmə məntiq xətasıdır. Özünü bənzətmə məntiq xətası bəs nədir? Yəni bir şeyə hörmət edilən şəxs inanırsa, deməli bu doğrudur düşüncəsi. Bəs bu nə deməkdir? Mən öz bacarığımı, öz potensialımı kənara qoyub özümü kiməsə bənzətməyə çalışıram. Gəlin belə bir nümunə göstərək. Tutaq ki, məndən yaxşı bir mühəndis ola bilər, mənim istedadım buna çatır. Amma görürəm ki, mənim dostum, ən çox istədiyim dostum həkimliyə hazırlaşır, həkim olmaq istəyir. Mən də çalışıram ki, onun ardınca gedim. Yəni mən öz potensialımı, öz bacarığımı kənara qoyub özümü kiməsə bənzətməyə çalışıramsa, təbii ki, mən burada özünü bənzətmə məntiq xətasına yol vermiş oluram. Məsələn, baxın, burada da nümunə var. Deyir, məktəbimizin ən məşhur qızı voleybolla məşğul olur. Səhv mühakimə. Deməli, mən də voleybolla məşğul olmalıyam. Amma bunun əsaslı mühakiməsi necə ola bilərdi? Mən isə gimnastikanı sevirəm, deməli, gimnastika ilə məşğul olmalıyam. Yəni, əgər mənim potensialım gimnastika idisə, mən gimnastika ilə məşğul olmalıyam. Kiminsə ardınca getməməliyəm. Çünki mənim əgər həmin sahədə potensialım yoxdursa, deməli, uğur qazana bilməyəcəm. Ona görə bir daha deyirəm, mən əgər öz işimi, öz potensialımı kənara qoyub digər hörmət etdiyim bir insanın ardınca gedirəmsə, təbii ki, mən burada özünü bənzətmə məntiq xətasına yol verirəm. Üçüncü məntiq xətası cəmiyyət tərəfindən qəbul edilmək məntiq xətasıdır. Yəni ki, bir şeyi çoxluq qəbul edirsə, deməli o düzdür düşüncəsi. Bizdə belə bir atalar sözü var, deyir, palaza bürün, elindən sürün. Məsələn, bu cəmiyyət tərəfindən qəbul edilmək məntiq xətasıdır. Məsələn, görürəm ki, hər hansı bir toplum yanlış bir işin arxasından gedir. Deyirəm ki, hə, hamı belə edir, mən də belə edim də. Yəni belə düşünək. Məsələn, yaşadığım məhəllədə görürəm hamı gətirib zibili məhəllənin ortasına tökür. Deyirəm, əşi, hamı tökür, qoy mən də töküm də. Artıq mən burada cəmiyyət tərəfindən qəbul edilmək məntiq xətasına yol verdim. Yəni bir toplum bir yanlış işin arxasından getdi və mən də özümü bu topluma bənzətməyə çalışdımsa, təbii ki, mən burada cəmiyyət tərəfindən qəbul edilmək məntiq xətasına yol verdim. Məsələn, gəlin nümunəyə baxaq. Deyir, hamı dəbidə olan sarı rəngdə köynəklər və paltarlar geyinir. Səhv mühakimə, deməli mən də sarı paltar geyməliyəm. Amma bunun əsaslı mühakiməsi nədir? Mənə sarı rəng yaraşmır, ona görə də dəbli və mənə yaraşan rəngdə paltar geyməliyəm. Görürsüz, yəni birinci mühakimədə deyir ki, hamı sarı paltar geyir, yəni mütləq mən də sarı paltar geyim. Yəni özümü bir topluma bənzətməyə çalışdım.
Amma deyirəm ki, yox, mənə tutaq ki, qara rəng yaraşır, mən qara rəng paltar geyməliyəm. Artıq mən bu zaman düzgün mühakimə yürütmüş olaram. Bir sözlə, cəmiyyət tərəfindən qəbul edilmiş məntiq xətası dedikdə, bir şey çoxluq qəbul edirsə, deməli, bu düzdür düşüncəsini ifadə edir. Daha sonra digər bir məntiq xətası şəxsi qərəzlilik məntiq xətasıdır. Deyir ki, fikrə deyil, fikri səsləndirən şəxsə əsaslanan mühakimə yürütmək düşüncəsidir. Bəs bu nə deməkdir? Yəni buna nümunə göstərək. Ola bilər ki, yəni bizim ətrafımızda olan hər hansı bir insanla bizim münasibətimiz yəni yaxşı olmasın. Təbii ki, bu təbii haldır. Və belə deyək də, yəni həmin insanla aramızda yəni müsbət bir əlaqə olmasın da, yəni aramızda konfliktlər ola bilər. Və tutaq ki, hər hansı bir məclisdə, hər hansı bir yerdə həmin insan yaxşı bir söz söyləyir. Tutaq ki, deyir ki, məsələn, küçə heyvanları var, biz onları bir yerə yığmalıyıq, onları məsələn yemək verməliyik, onları qorumalıyıq. Yəni belə bir yaxşı bir fikir söyləyir, amma mən deyirəm ki, məsələn də Elçin adlı bir şəxs bu sözü söyləyir. Məsələn deyirəm ki, mənim Elçinlə münasibətim yoxdur. Heç onun söylədiyi fikir də düz deyil. Yəni sırf mənim onunla münasibətim yoxdur deyə, onun arasında konflikt var deyə, onun söylədiyi düzgün fikri də qəbul eləmirəm. Yəni ki, mən fikrə deyil, şəxsi fikri söyləndirən şəxsə görə mühakimə yürüdürəmsə, artıq mən şəxsi qərəzlilik məntiq xətasına yol verirəm. Məsələn, baxın, burada da nümunə var. Deyir ki, Aydan deyir ki, sahibsiz heyvanları sığınacağa götürməliyik. Səhv mühakimə. Aydan qəribə qızdır və bizdən ayrı gəzir. Ona görə də yəqin o səhv deyir. Baxın, bu yanlış artıq mühakimədir. Çünki mən yenə deyirəm, fikrə yox, fikri səsləndirən şəxsə görə mühakimə yürütdüm. Amma əsaslı mühakimə necə ola bilərdi? Aydanla dost deyiləm, amma dediyi həqiqətən doğrudur, heyvanlara kömək etməliyik. Yəni, mən ola bilər ki, həmin şəxsi qəbul etməsəm belə, yəni onunla konfliktim olsa belə, amma mən əgər onun fikri doğrudursa, demək mən onu qəbul etməliyəm. Mən onun fikrinə hörmətlə yanaşmalıyam. Əgər bunu bacarmıramsa, demək şəxsi qərəzlilik məntiq xətasına yol vermiş oluram. Məntiq xətalarından biri boş adam məntiq xətasıdır. Deyir ki, deyilən əsas argumenti kənara qoyaraq məsələni bilə-bilə fərqli istiqamətə yönəltmək. Bunu edən şəxs nə olur olsun öz mövqeyini gücləndirməyə çalışır. Bəs gəlin buna aid nə nümunə göstərə bilərik? Məsələn, dostlarımızla tutaq ki, siqaret çəkirik və mən yaxşı bir fikir söylərəm ki, ay dostlar, gəlin bugündən siqareti tərk edək, siqaret çəkməyək. Siqaret insanda müxtəlif xəstəliklər yaradır, sağlamlığımıza zərərlidir. Birdən dostlarımızdan biri qayıdıb deyir ki, sən nə demək istəyirsən? Yəni biz hamımız xəstəyik. Baxın, yəni əslində mənim söylədiyim fikir tamamilə fərqli bir fikir idi. Amma o mənim fikrimə belə deyək də mənfi cəhətdən yanaşdı. Tamamilə fərqli bir aspektdən yanaşdı və buna deyirlər boş adam məntiq xətası. Yəni ki, boş adam məntiq xətası nədir? Əsas argumenti qoyursan kənara, məsələni tamamilə başqa istiqamətə yönəldirirsənsə, bu olacaq boş adam məntiq xətası. Və bir daha qeyd edirəm, bunu edən şəxs, yəni nə olur olsun öz mövqeyini gücləndirməyə çalışır. Çoxmənalı danışmaq məntiq xətası deyir, fərqli mənada anlaşıla bilən sözlərdən nitqdə istifadə etmək, danışanın məqsədi auditoriyanın diqqətini yayındırsın, sonra dediyi sözü fərqli istiqamətə çevirə bilsin. Biz müəllim olaraq bununla çox rastlaşırıq. Məsələn, summativ yazılan zamanı uşaqlara deyirik ki, uşaqlar bir-birinizdən heç nə soruşmaq olmaz, köçürmək olmaz. Hər kəs öz testini yazır və arxaya dönmür və s. Və summativ əsnasında biz görürük ki, bir şagird digər şagirddən nəsə söhbət edir, nəsə soruşur. Deyirəm ki, dedim axı, köçürmək olmaz. Bu bizim nəticələrimizi ləğv etməyə gətirib çıxara bilər. Şagird qayıdır ki, müəllim, köçürtmürdüm. Məsələn, sualda hər hansı bir nüansı soruşurdum. Əslində bax görürsüz, bu çox mənalı danışmaqdır. Yəni nəsə soruşursansa deməli köçürdərsən də. Elə köçürtmək nədir? Nəsə soruşursansa deməli köçürdürsən. Gördüyünüz kimi bu çox mənalı danışdı. Yəni deyilən fikri yayındırmağa çalışdı. Sonra öz fikrini fərqli istiqamətə yönəltməyə çalışdı. Artıq bu olacaq çox mənalı danışmaq məntiq xətası. Və yaxud da deyirəm ki, tutaq ki, hazırlıqda dərsdə telefona baxmaq olmaz. Telefona istifadə etmək olmaz. Şagirdlərdən biri görür ki, telefona baxır. Deyirəm ki, axı telefondan istifadə etmək olmaz. Deyir ki, müəllim, istifadə eləmirdim, saata baxırdım. Yəni əslində saata baxmaq da elə telefondan istifadə etmək deməkdir. Yəni bir sözlə söylənilən fikri tamamilə fərqli istiqamətə yönəldirsə, bu olacaq çox mənalı danışmaq məntiq xətası.
7-ci sirkulyar arqument fikri əsaslandırmaq üçün söylənilən arqument yeni nəticə ehtiva etmir. Yəni əvvəlcədən söylənilən fikrə sadəcə dəyişərək istinad edirsən. Məsələn, hər hansı bir şəxs müəyyən bir fikir söyləyir. Onun fikrinə sadəcə müəyyən bir sözləri dəyişdirirəm və öz adıma çıxıram ki, bu mənim sözlərimdir. Məsələn, deyirəm ki, biz sağlam yaşamaq istəyiriksə, o orqanik məhsullarla qidalanmalıyıq. Sonra deyirəm ki, mən sağlam yaşamaq istəyirəm, ona görə də orqanik məhsullarla qidalanıram. Yəni gördüyünüz kimi burada söylənmiş ikinci fikir hər hansı bir yeni fikir, yeni ifadə olmadı. Yəni sadəcə mən söylənilmiş fikri bir daha təkrarladım. Artıq bu olacaq sirkulyar arqument. Yəni mənim söylədiyim fikir sadəcə olaraq əvvəlki fikri təkrarlayır, yeni fikir ehtiva etmir. Ona görə bu olacaq sirkulyar arqument. Baxın, bunlar da olacaq məntiq xətaları. İndi bizim bununla bağlı çoxlu test izahlarımız da var. Sadəcə olaraq videomuzun çox uzanmaması üçün da burada əlavə test izahı vermək istəmirəm. Amma əgər istəsəniz kanalımıza daxil olaraq bu bölməyə aid biz çoxlu mövzular izah eləmişik, yəni testlər izah eləmişik. Daha doğrusu, həmin o test tapşırıqlarının izahına baxaraq daha dərininə öyrənə bilərsiniz. Diqqətinizə görə çox sağ olun. Növbəti dərslərdə görüşərik.